Bismillah. Dolça bürcündə olanlara bu il evlilik düşürmür. Aquarius Dolça bürcü üçün 2026-cı ili ümumilikdə münasibətlər baxımından maraqlı və hərəkətli görünür. Amma hamı evlənəcək kimi bir şey demək real deyil. Biraz daha dəqiq baxaq. Evlilik ehtimalı olan dolçalar, əgər artıq ciddi münasibətdəsənsə, bu il münasibəti rəsmiləşdirmək üçün fürsətlər yarana bilər. Xüsusilə yay ayları iyun, avqust və payızın əvvəli qərar vermək üçün daha uyğun görünür. Bu dövrdə ailə qurmaq istəyin güclənə bilər. Subay dolçalar üçün bu il həyatına ciddi biri daxil ola bilər. Amma tanışlıq, münasibət, evlilik prosesi daha çox tədrici gedəcək. Yəni ani evlilikdən çox gələcəyə yönəlik başlanğıc ili kimi görünür. Diqqət etməli məqamlar. Dolça bürcü azadlığı sevir. Tələskən qərar versən sonradan peşmanlıq ola bilər. Qarşı tərəfi yaxşı tanımadan evlilik qərarı vermək risklidir. Real hisslərlə yoxsa sadəcə emosional dalğa ilə hərəkət etdiyini ayırd etmək vacibdir. Nəticə, bu il dolça üçün evlilik şansı var, amma daha çox hazır olanlar üçün ciddi addım ili. Digərləri üçün isə həyatına doğru insanın daxil olduğu ildir. İstəsən doğum gününü yaz, sənə daha konkret hansı ayda, hansı tarixlərdə şansın daha yüksəkdir deyə bilərəm.